Hər birinizi salamlayıram. Mən Kəmalə Poladova. Növbəti videoyla qarşınızdayım. Dediyim kimi, bu videoları çəkməkdə məqsədim sizlərin maariflənməsidir. Yəni, bu video hal-hazırda münasibətlərə aid olan bir video olacaq və istəyirəm ki, siz bu videodan sonra öz münasibətinizə baxasınız və hansı mərhələdə olduğunun fərqinə varasınız. Çünki bəzən insanların çoxu hansı vəziyyətdə, hansı münasibətdə, yəni nəyi necə eləməlidirlər, necə oradan baş çıxartmalıdırlar və yaxud da bu münasibət doğrudurmu, yanlışdırmı, düzgün analiz eləmək olmur. Bunu da anlayıram nəyə görə? Çünki ətrafdan gələn kodlar var, düşüncələr var, inanclar var ki, bizim həqiqətən də şuuraltımızı bağlayıblar və biz hər hansı bir yeni məlumata açıqda deyilik. Və mən araşdırdım sosial şəbəkələrdə, yəni bu cür açıq dostluqda və tam rahat bir şəkildə izah eləyən bir psixoloqa da rast gəlmədim, ən azı Azərbaycanda. Və düşündüm ki, bu işi öz üzərimə götürsəm daha yaxşı olar. Çünki mən danışmağı, izah eləməyi çox sevirəm və istəyirəm ki, insanlar hər kəs maariflənsin, başa düşsün. Nə üçün bu vəziyyəti yaşayıram, nə üçün bu problemi içindəyəm və bu problemi çözmək üçün də nələr etmək lazımdır. Sizdən bizə gələn mütəmadi olaraq eyni sual olur. Yəni artıq hər gün biz ən azı 50 nəfərdə bu sualı eşidirik ki, bəs necə dəyişim? Kəmal xanım, siz danışırsınız, bəs mən necə dəyişim? Nə eləyim? Bunun üçün nə etmək lazımdır? Bunun üçün siz öz üzərinizdə çalışmalısınız. Nəsə eləməlisiniz. Bu işi bilən insana müraciət eləməlisiniz. Mən olmayım, başqası olsun, fərqi yoxdur. Kim ruhu, kimin enerjisi sizə daha yaxındırsa, sizi daha sakitləşdirirsə, siz ona müraciət edib ondan o şəfanı ala bilərsiniz. Ki, şəfanı verən Allahdır. Biz insanlar sadəcə vasitəçilərik. Bizim hər ayın axırı 2 günlük təlimlərimiz olur və biz artıq bunu mütəmadi olaraq eləyirik. Və avqustun axırı olan 2 günlük təlim bizdə nəsil karmasıdır, ana-ata şəfalanmasıdır ki, ana-ata şəfalanmalıdır ki, münasibətləriniz də şəfalansın. Yəni biz hər gün 2 gün ərzində, hər gün 2 saat yarım, 3 saat sizinlə danışırım, izah eləyirəm, daha sonra praktikalar eləyirik. Əlavə 5 kodlama veriləcək sizə hədiyyə olaraq və iş dəftəri və nəsil karmasının şəfalanması üçün, nəslin ümumiyyətlə şəfalanması üçün, bütün neqativlərin aradan qalxması üçün xüsusi bir 40 günlük dua düsturu veriləcək ki, bu başqa heç bir seminarlarda və yaxud da təlimlərdə verilməyəcək. Çünki bizdə edilən praktikalar, təlimlər, sözlər, yəni izahlar ola bilsin, təkrar hardasa verilsin. Amma praktikalar və kodlamalar və dua düsturları təkrar olmur. Yəni bu bir dəfə verilir və salam. Yəni hazır olun kütləyə. Ona görə əgər hazırsınızsa, həqiqətən də həyatınızı dəyişmək istəyirsinizsə, o zaman bu təlimdə mən sizi gözləyirəm və alma vermə balansı üçün qiyməti sadəcə 50 manat qoymuşuq ki, hər kəsin büdcəsinə uyğun olsun. Keçək mövzuya. Bəzən elə bir münasibət olur ki, baxırsan, hər şey yaxşıdır, hər şey mükəmməl görsənir, amma bu münasibətin içində sən özünü narahat hiss edirsən. Qəribə bir narahatlıq var. Tez-tez özündə belə bir hiss yaranır ki, mən tam xoşbəxt deyiləm sanki. Məsəl üçün, rəfiqələrin səni çağırır kofe içməyə, amma sən artıq içində bir narahatlıq, bir həyəcan qalxır və sən düşünürsən, mən o kofeyə getsəm, mən münasibətdə olduğum insana deyəcəm, o necə qarşılayacaq, qışqıracaqmı, acıqlanacaqmı, qoymayacaqmı, narazıçılığını bildirəcəkmi, orada olan rəfiqələrim haqqında nəsə bir söz deyəcəkmi, ondansa deməyim düşüncəsi ilə deyəcəksən ki, mən deməyim. Və belə həyatdan necə uzaqlaşdığı görəcəksən. Bunun fərqinə varacaqsan bu videodan sonra daha çox və daim sənin içində bir narahatlıq olduğunu başa düşəcəksən. Sanki daim sən nəsə eləyirsənsə, ona bir bəraət qazandırmalısan. Yəni, açıqlama verməlisən. Mən rəfiqələrimlə gedirəm, çünki yorulmuşam, çünki onu eləyirəm. Yəni, sənin heç bir sözün rahat qarşılanmır qarşı tərəfdən. Bax, əgər elə bir münasibətiniz varsa ki,
əminəm ki, bir çoxunuzda belə bir münasibətiniz var. Yazın kommentlərdə. Bu mənim üçün çox vacibdir. Yazın ki, bəli, mən burada özümü tanıdım, mənim belə bir münasibətim var və yəni fikirləriniz mənim üçün çox önəmlidir. Bəzilərinizə özüm belə cavab verəcəm. Daha sonra növbəti münasibət tipi. Qeyd edim ki, bunlar hamısı abuz və narsis münasibətin təməlidir. Abuz və narsis münasibətin təməlində də ana şəfalanması var. Bax, bunu unutmuruq. Siz dərhal gedim yoldaşım narsistdir, abuzerdir, mən onunla münasibətimi necə düzəldim və yaxud da ayrılım deyə bilmərsiniz. Çünki ana ilə çözülməlidir məsələ. Ana ilə çözüldüyü anla etibarən artıq bu yoldaşla da bu məsələ çözüləcək. Bunu unutmayın. Və düşünməyin ki, mənim əgər yoldaşım narsis abuzerdirsə, ki bu digər videolarda daha da açıqlayacağam bu mövzunu və mən onunla ayrılacağam, gedəcəm başqası ilə ailə quracağam və yaxud da başqası ilə münasibətim olacaq, o isə fərqli olacaq. Yox, siz bu insanla burada çözməyənə qədər məsələni siz yarımçıq qoyduğunuz halda sizin qarşınıza yenə də bu tip insanlar çıxacaq. Yoldaş formasında deyil, iş yoldaşı olacaq, müdür olacaq və yaxud da rəfiqi olacaq və yaxud da elə bir vəziyyətə düşəcəksiniz ki, yəni həqiqətən də gözləmədiyin bir insanla bu cür münasibət görəcəksən. Sadəcə biz indi kişi-qadın münasibətinə fokusumuzu vermişik deyənə, mən buradan sizə izahını göstərmək istəyirəm. Daha sonra partnyorunuz ikinci artıq bir siqnaldır ki, sizin münasibətdə olduğunuz insan biraz da olsa narsis abuz meyilliyi var. Partnyorunuz hər şeyi sizin yerinizə qərar verir. Yeməkdən tutmuş, içməkdən tutmuş, geyindiyiniz paltara qədər, getdiyiniz işə qədər, gördüyünüz işə qədər və qoyub qoymamaq da sanki onun əlindədir. Burada qısqanmaqdan söhbət getmir. Əlbəttə ki, partnyor hər bir qadını, yəni sevdiyi qadını qısqana bilər. Bu normaldır. Ki, mən düşünürəm ki, əgər qısqanclıq yoxdursa, orada tam sevgi bəlkə də ola bilməz. Çünki Azərbaycan kişisinə xas olan bir vəziyyətdir qısqanclıq, amma qədərində. Yəni aşırı dərəcədə qısqanclıq o artıq xəstəlikdir. Amma bu artıq sənin yeri və bütün qərarlar verməkdirsə, o rəfiqənlə danışma, bununla danış. Sanki sənin ağlın yoxmuş kimi rəftar eləyirsə və yaxud da kinoya belə gedirsinizsə, sən əgər bir kinoya istəyirsənsə, partnyorun başqa bir kinoya istəyirsə, yenə də siz onun istədiyi bir kinoya gedirsiniz. Kafedə oturursansa, o sənin yeri və bir yemək sifariş verirsə, bunları hamısını nəzər yetirmək lazımdır və sən axırda öz haqqını tələb eləyəndə və deyəndə ki, yox, mən bunu istəmirdim, onu istəyirəm, görürsən ki, narahat bir ortam yaranır. Sanki bir kimsə sənə acıqlı bir söz deyəcək, kimsə sənə ağır bir söz deyəcək. Yəni qəribə bir ortam yaranır və sən deyirsən ki, ürəyində elə burada nəsə deməkdənsə susmaq daha yaxşıdır. Susursan, illərin belə gedir, hər şey yola verirsən və bir gün görürsən ki, qadınlıq orqanında kist yaranıb, digər xəstəliklər yaranıb və yaxud da artıq mədəndə problemlər yaranmağa başlayıb, narahatlıqlar yaranmağa başlayır. Panik atakın ola bilər, depressiyaya düşə bilərsən. Fərq yoxdur. Artıq sən sağlamlığınla başlayırsan sınağa çəkilməyə. Bu da o deməkdir ki, illərlə sən sustuğun hər bir şey sənin bədənində yığılır. Vaxtilə sən öz haqqını nəyisə görə tələb eləmədin, vaxtilə sözünü deyə bilmədin, sıxıntılarını kimləsə bölüşə bilmədin, başa düşüləcəyi bilmədin, yəni düşündük ki, onsuz da məni başa düşmürlər. Bunlar hamısı gəlir bizim bədənimizdə oturur və daha sonra xəstəliklər formasında özünü biruzə verməyə başlayır. Ona görə xəstəliyi müalicə eləmək daha çətindir. Ona görə mən tövsiyə edərdim ki, bu xəstəlik etapına çatmayana qədər indidən artıq nəyin nə olduğunu fərqinə varasınız ki, dəyişmək daha asan olsun və əlbəttə ki, dəyişməyi seçməlisiniz. Dostlar, dəyişməyi siz özünüz seçməlisiniz. Bunu sizin yerinizə başqa heç kim gəlib sizin həyatınızı dəyişə bilməz. Nə vaxt ki, siz artıq qərar verəcəksiniz ki, mən belə həyat yaşamaq istəmirəm, mən xoşbəxt bir qadın olmaq istəyirəm, mən özümü tapmaq istəyirəm,
mən həqiqətən də bu həyatı doya-doya yaşamaq istəyirəm. O zaman sizin qarşınıza fürsətlər çıxacaq, imkanlar çıxacaq, şərait çıxacaq və ondan da istifadə edib etməmək bu artıq sizin öz əlinizdədir. Bunu sizin yerinizə heç kim gəlib sizin həyatınızı dəyişə bilməz. Növbəti etap sizin partnyorunuz daima sizi kiminləsə müqayisə eləyir. Filankəsin sevgilisi daha yaxşıdır, daha çox onun qayğısına qalır deyir. Filankəsin nişanlısı, o başqa cür geyinir, amma sən başqa cür geyinirsən. Filankəsin yoldaşı günə 5 dənə yemək bişirir, amma sən hələ də yeməyi tam bişirə bilmirsən və s. Və daim müqayisə sənin mənfi tərəfini ortaya çıxartmaq sanki ona yönəlibmiş kimi hiss eləyirsən. Bu da əlbəttə ki, bizim uşaqlıqdan gəlir. Uşaqlıqda valideynləri tərəfindən daim müqayisə edilən övladlar, uşaqlar oradan əgər bir dərs çıxartmayıblarsa, bir aydınlanma, bir fərqindəlik olmayıbsa və ana-ata kanalı şəfalanmayıbsa, o zaman partnyor da eyni bu tipdə olur. Siz indi deyə biləcəksiniz ki, əlbəttə ki, bəs ay Kəmalə, mənim tanıdığım o qədər qız var ki, uşaqlıqda ana-ata tərəfindən sevilməyib, müqayisə olunub, əzilib, sındırılıb və s. döyülüb, təhqir olunub, ümumiyyətlə heç uşaq evinə atılıb. Bəs onlar necə? Bəs onlar indi niyə xoşbəxtdirlər ki? Və yaxud da onlar indi çox möhtəşəm bir ailə həyatları var. Heç belə sən dediyin heç bir şeylə də qarşı-qarşıya deyirlər. Mən razılaşıram və burada artıq bu izah, ezoterik bir izah girir ortalığa ki, hər kəsin bir qisməti qədəri var və ruhun təkamül yolları var. O ruhlar artıq o təkamül yolunu keçiblər və artıq müəyyən bir etapları fərqində olmadan belə olsa keçiblər ki, o cür onları həyatda sevən, dəyər verən bir insana layiq olublar və o cür insan da onların qabağına çıxıb. Və o cür insan da öncədən qismətdə onlara yazılıb artıq ki, o insan çıxacaq və o çətinliklərin mükafatını o tələf eləyəcək. Yəni artıq bu insan bir də əziyyət çəkməyəcək. Siz əgər bu düşüncədə olaraq bu videoya baxırsınızsa, onda mən tövsiyə edərdim ki, bu videonu saxlayın. Ümumiyyətlə ki, axıra qədər baxmayın. Çünki bu o deməkdir ki, siz mənim indiyə qədər dediklərimi heç bir şeyi düzgün anlamamışsınız deməkdir. Mənim sizə çatdırmaq istədiyim nədir? Hər kəsin bir həyatı var. Hər kəsə bir qismət qədər verilib, bir hekayə verilib. Və kimsə əgər heç nə etmədən o xoşbəxtliyə layiq olub yaşayırsa, amma siz nələr də etsəniz, hal-hazırda yenə də nələrsə çözə bilmirsinizsə, deməli siz bunu burada çözməlisiniz. Amma onlar çözmədən bu həyata layiq görülüblər. Çünki onlar hardasa və yaxud da onların ata-anaları, nənə-babaları, ulu nənə-babaları hardasa nəsə yaxşı bir şey, böyük bir şey eləyiblər ki, bu məsələ burada bugün çözülməli idi onlarda. Amma sizdə çözülməyibsə, siz hələ də özünüzü tapmırsınızsa və mənim dediyim mənfilərdə özünüzü görürsünüzsə, deməli sənin ruhunun boynundadır ki, sən bu məsələni bu dünyada çözəsən. Çözdükdən sonra sizə mükafat veriləcək. Daha sonra növbəti etap, qarşı tərəf deyir ki, sən mənsiz heç kimsən. Səni mən adam elədim, sən mənim hesabıma yaşayırsan, mən olmasam səni heç kim salam da verməz, mən olmasam səni heç kim sayan da olmaz. Eyni anda da həmin insanlar, belə deyim, 10 gündən bir aydan bir, ildə bir dəfə sənin necə mükəmməl biri olduğunu da qeyd edirlər. Yəni sən çox mükəmməlsən, səndən yoxdur, qəribə bir hal əhvalda olurlar onda və gəlib sənə daim xoş sözlər deyirlər. Mən bunu hər zaman narkotika bənzədirəm. Birinci dəfə onu istifadə eləyəndə həmin o həzzi daha sonra istifadədə axtaran insanlardır bu. Çünki bir dəfə həmin o insan səni tərifləyir, göylərə qaldırır. Amma qalan günləri, qalan ayları, illəri hətta səni alçaltmaqla belə deyim, davam etdirir. Və sən o səni alçaltdıqca, sən sanki şuur altında bir kod var ki, mən
o hissi yaşamaq istəyirəm. Nə vaxt ki o məni tərifləyib, nə vaxt ki o mənimlə qürur duyub. O da bir dəfə olub, bir dəfə və yaxud iki dəfə olub. Amma sən yenə də o sözləri eşitmək üçün və o sözləri eşitdiyin vaxtda həmin o hissləri yaşamaq üçün bu insana özünün necə yaxşı, necə mükəmməl, necə gözəl ürəyə sahib olduğunu göstərmək çabasına girirsən. Və inanın ki, o çabanın axırı heç də yaxşı qurtarmır. Çünki nə qədər çabalasan da sən bir insanın gözündə əgər aşağıdasansa, dəyərsizsənsə, orada qalxmaq çox çətin məsələdir. Siz burada sual verməməlisiniz ki, mən nə edim ki, onun gözündə qalxım? Siz burada sual verməlisiniz ki, mən nə edim ki, özümün gözündə qalxım? Mən nə edim ki, özümü dəyişim? Mən nə edim ki, öz həyatımı istədiyim kimi yaşaya bilim, mükəmməl yaşaya bilim. Mən özüm üçün nə edə bilərəm? Sualını verin özünüzə. Siz digərləri üçün yaşamağı artıq buraxmalısınız. Biz digər insanları qane edə bilmərik. Heç kəs bizdən %100 qane ola bilməz. Bu videoya baxan da minlərlə insan olacaq. Kimsə qane olacaq, kimsə deyəcək, nə maraqsızdır. Kimsə deyəcək ki, hə, mən burada bir şey öyrənirəm, mən burada dəyişmək istəyirəm. Ancaq məni dinləyib, düzgün başa düşüb və mənim dediyim hər bir sözü düzgün analiz edən insanlar bu videodan sonra nəticə çıxardıb, mən öz həyatımı necə dəyişərəm sualını artıq kainata göndərəcəklər. Və inanın ki, ən qısa zamanda sizə cavab gələcək. Var olun, bugünlük bu qədər. Sağ olun.